Azərbaycan ordusu bugün bir hərbi qüvvə olmaqdan çox daha üstün bir mənanı ifadə edir. O, sarsılmaz müstəqilliyimizin, bütöv suverenliyimizin və bir xalqın qələbə əzminin canlı təcəssümüdür. Dünyanın ən nəhəng ordularının mütləq qələbə qazanmaqda çətinlik çəkdiyi, hərbi çıxılmaz vəziyyətlərlə üzləşdiyi müasir dövrdə Azərbaycan konkret strateji hədəflərinə tam nail olaraq əsl zəfər modeli yaratdı. Güclü dövlət anlayışı yalnız iqtisadi göstəricilər və ya təbii resurslarla məhdudlaşmır. Dövlətin əsas gücü onun təhlükəsizlik potensialında və milli maraqlarını müdafiə etmək qabiliyyətindədir. Məhz bu fəlsəfə ilə formalaşan Azərbaycan Silahlı Qüvvələri texniki imkanları, peşəkar heyəti və mənəvi ideoloji hazırlığı ilə bugün regionun ən güclü hərbi qüvvəsi, dünyada isə aparıcı ordulardan biridir. Bu qüdrətin təməli hələ Sovet illərində, gələcək milli kadr bazasını düşünən Ulu Öndər Heydər Əliyevin uzaq görən addımları və Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratması ilə qoyulub. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider, daxili xaosa və pərəkəndə silahlı dəstələrə son qoyaraq nizami ordu quruculuğunu sistemli xarakterə saldı, vahid komandanlıq prinsipini bərqərar etdi. 1994-cü ilin mayında əldə olunan atəşkəsdən sonra modernləşmə prosesi sürətləndi, maddi-texniki təminat yeniləndi və şəxsi heyətin döyüş ruhu yüksəldildi. 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edilməsi, hərbi akademiyaların açılması və NATO-nun sülhməramlı tərəfdaşlıq proqramı çərçivəsində sülhməramlı missiyalarda qazanılan beynəlxalq təcrübə ordumuzu müasir standartlara qovuşdurdu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitliyin təmin olunması ilə yanaşı əsas məsələ ordunun yaradılması idi. Nizami ordunun yaradılması, peşəkar zabit korpusunun formalaşması, hərbi təhsil sisteminin inkişafı, hərbi sənaye kompleksinin inkişafı, vahid komandanlığın yaradılması və orduda nizam-intizamın güclənməsi Azərbaycan Silahlı Qüvvələrinin gələcək uğurlarının əsasıdır. Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə bu xətt yeni bir zirvəyə ucaldı. Dövlət başçısının ordu quruculuğu ilə bağlı xalqa verdiyi vədlər ildən ilə artan hərbi büdcədə, quru qoşunları, hərbi hava, hərbi dəniz və Qafqazın ən güclü hava hücumundan müdafiə qüvvələrinin formalaşmasında öz real təsdiqini tapdı. Lakin Azərbaycan ordusunun əsas gücü arsenalındakı müasir raket sistemləri və yerli hərbi sənayemizin istehsal etdiyi zirehli maşınlardan daha dərindir. Bu güc xalqla dövlətin sarsılmaz birliyində, hərbçilərimizin vətən sevgisində və milli maraqlara sadiqliyində təcəssüm olunur. Bizim ordumuz sadəcə paradlarda parıldayan qüvvə yox, döyüş meydanında real zəfər qazanan qüdrətdir. 2020-ci ilin 44 günlük vətən müharibəsində Azərbaycan ordusu Türkiyə və İsrail dronlarını dünyada ilk dəfə bu miqyasda və effektiv kombinasiyada tətbiq edərək hərb tarixinə dron inqilabı kimi düşən yeni bir model bəxş etdi. İtkiləri minimuma endirən bu taktika müasir hərbi dərsliklərə qızıl hərflərlə yazıldı. Amma bu texnoloji möcüzənin də fövqündə dayanan, qələbənin əsl banisi Ali Başkomandanın iradəsi və Azərbaycan əsgərinin polad canıdır. Çünki zəfər yalnız texnologiyaya söykənmir, həm də peşəkar ordudan və milli iradədən qaynaqlanır. Bunun ən unikal təzahürü Şuşa uğrunda gedən döyüşlər oldu. ABŞ ordusunun Urban müharibə layihəsinin rəhbəri John Spencerin də xüsusi heyranlıqla təhlil etdiyi Şuşa əməliyyatı müasir şəhər müharibəsinin analoqsuz nümunəsidir. Xüsusi təyinatlarımız mürəkkəb dağlıq relyefdə, yüngül silahlarla strateji qalanı minimal itki ilə azad etdilər. Üstəlik bu ağır döyüşlərdə əskərimiz mülki əhalini hədəf seçmədi. Beynəlxalq humanitar hüquq normalarına ciddi əməl etdi ki, bu da bizim milli əxlaqımızın və ordumuzun yüksək mənəviyyatının sübutudur. Tarixi zəfərdən sonra da Azərbaycan ordusu bir anlıq belə dayanmadı. 2023-cü ilin sentyabrında cəmi bir neçə saat çəkən lokal antiterror tədbirləri ordumuzun peşəkarlığını bir daha nümayiş etdirdi və ölkəmizin bütün ərazisində dövlət suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Biz paradlar ordusu deyilik, biz qələbələr ordusuyuq. Biz
suda, quruda, hava şəraitində, dağlıq şəraitində, eyni zamanda səhra şəraitində vuruşan bir ordunun təməlini qoyduq. 2020-ci ildə 44 günlük Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Cəmi 44 gün ərzində 30 ilə yaxın davam edən işğala son qoyan bir Azərbaycan ordusudur. Və müasir dövrdə dünyanın ən böyük hərbi güclərinin belə uzun müddətli münaqişələrdə qarşıya qoyduğu məqsədlərə nail ola bilmədiyi göz qabağındadır. Lakin Azərbaycan ordusu buna nail oldu. Bugün Türkiyə Silahlı Qüvvələrinin standartlarına tam uyğunlaşdırılan yeni komando briqadaları yaradılıb. Hərbi təhsil sistemi yenidən qurularaq Milli Müdafiə Universiteti və onun tabeliyində fəaliyyət göstərən Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə İnstitutları təsis edilib. Yerli müdafiə sənayemizin istehsalı olan zərbə və arkan kimi pilotsuz aparatlar arsenalımızı daha da sarsılmaz edir. Azərbaycan ordusu bugün beynəlxalq miqyasda formalaşan yüksək nüfuzu, modern texnikası və sarsılmaz daxili inamı ilə müstəqil dövlətimizin, ərazi bütövlüyümüzün və milli maraqlarımızın ən etibarlı təminatçısı olaraq qürurla addımlayır.